Salam, xoş gördük hər birinizi. Növbəti podkastla qarşınızdayıq. Bugün qonağım tələbəmiz Elaydır. Xoş gördük Elay. Xoş gördük. Zəhmət olmasa qısa özün haqqında məlumat ver, sonra davam eləyək. Aha, əlbəttə. Mən Elay Məmşov. Bu il 11-ci sinif qurtarmışam. Sumqayıt şəhəri Təbiət elmi təmayüllü gimnaziyadan və KAIS-də qəbul olmuşam. Bu sentyabrdan təhsilimi KAIS-də Koreyada davam etdirəcəm. Əla. Mən istəyərdim ki, sən biraz məlumat verəsən. Aşağı siniflərdən etibarən məktəbdə dərsdən kənar nə ilə məşğul olmusan? Bizi izləyənlərdə bir fikir formalaşsın, sonra davam edək. Aha, əlbəttə. İlk olaraq 6-cı sinifdən mən fənn müsabiqələri 7-ci sinifdə oldu. 6-cı sinifdən hazırlaşmağa başlamışam. O zaman bizdə Covid-ə görə deyəsən fənlər limitli idi. Biologiya, kimya, fizika isə mən də ilk o vaxt əslində fizikaya atılmağa başladım. Müəllimlərimin dəstəyi ilə, həm də valideynlərimin. Ona görə sonrakı ildə fənn müsabiqəsinə hazırlaşmağa başladım və 7-ci sinifdə fənn müsabiqəsindən fizika fənni üzrə qızıl medal aldım. Həm də eyni zamanda 6-cı sinifdə bizim məktəbin bir intellektual oyunlar komandası yaranırdı. Orada mən idim və bir neçə sinif yoldaşım və bizdən 1-2 sinif böyük bir-iki uşaq. O komandanın da əvvəl onlayn oyunlar təşkil olunurdu, dövlət səviyyəli nə harda, nə zaman formatında. Sonra bizim kapitan ayrılandan sonra kapitan mən oldum və ilk olaraq onlayn, sonra isə üz-üzə dövlət səviyyəli xəmsə və nə harda, nə zaman yarışlarında dəfələrlə komanda kapitanı olaraq birinci yerə, ikinci yerə, üçüncü yerə layiq görüldük. 8-ci sinifdə isə artıq fənn müsabiqəsindən fənn olimpiyadasına keçid etməyə başladım. O zaman fənlərin sayı artmışdı əlbəttə ki. Riyaziyyat fənni, informatika fənni falan əlavə olunmuşdu. Mən ilk öncə riyaziyyatdan getmək istədim ki, riyaziyyata əvvəlcədən gələn bir sevgim var idi mənim ibtidaidən. Fizikaya isə yalnız təzəlikdən başlamışdım, amma axırda elə qərar gəldim ki, fizika üzrə mənim bilgim daha yaxşıdır, daha asan olar ki, mən oradan gedim, olimpiyadadan medal qazanım və o zaman bizim məktəbimizin Bəxtiyar müəllim, fizika müəllimi bir qrup qurmuşdu. Məktəbdə uşaqları fizika olimpiyadası üzrə hazırlaşdırırdı. Onun yanında hazırlıqlardan sonra 8-ci sinifdə ilk dəfə ZFO üzrə fizika fənni üzrə bürünc medala layiq görüldüm. Mən istəyirdim ki, burada növbəti illərə keçməmiş, yaxşı olar ki, 7-də və 8-də fizikaya necə hazırlaşırdın, hardan hazırlaşırdın, məsələn, kimsə Elay potensialında biri və ya Elay kimi maraqlı olan biri 7-də və ya 8-də keçirsə, necə başlaya bilər? Mən düzgün deyim, hər hansı bir xarici materiallardan, türk, rus kitabları ilə maraqlanmamışdım. Hətta o vaxt heç xəbərim yox idi ki, belə bir mənbələr var, onlardan istifadə etmək olar. 7-ci sinifdə əsasən fizika kitabından maraqlanırdım və bizim müəllimlərimiz bizi olimpiyada tipli suallar hazırlaşdırırdı. 8-ci sinifdə isə əsasən əvvəlki olimpiyadaların sualları ilə eyni formatda olan suallara baxırdıq. Əvvəlki olimpiyadaların öz suallarına da baxırdıq. Məsələn, 8 idi, biz 9, 10-cu sinifdə, yuxarı siniflərin suallarına da baxırdıq ki, birdən onlara uyğun da düşər, həmin mənbələrdən də düşər. Yəni, əsas olaraq hər hansı bir kitabdan yox, sadəcə fizika tədris kitabından və əvvəlki olimpiyadaların sualları ilə hazırlaşmışam. Əla, artıq 9-cu sinifə keçirsən? 9-cu sinifdən isə artıq sıxıntı yoxdur. Artıq məni beynəlxalq olimpiyadaya hazırlıq qrupuna dəvət etmişdilər. Mən idim, təxminən 10 uşaq idi deyəsən. Bizi yuxarı yaşlarının ayrı tuturdular da, sadəcə 8-9 idi, səhv eləmirəmsə. Mən 8-də yox idi, ancaq 9-lar. Biz beynəlxalq olimpiyadalara seçim mərhələsinə, komandalara qoşulmaq üçün hazırlaşırdıq. Eyni zamanda da bir yandan olimpiyadaya hazırlaşırdım. Bu olimpiyada hazırlığına əlbəttə ki, bu beynəlxalq komanda hazırlığının da o qədər də eyni formatda, eyni mənbələrdə, eyni suallar olmasa da biraz kömək edirdi. Amma yenə də əsas mənim
bilgi mənbəyim əvvəlki olimpiada sualları olub. Yəni bunun altını dəfələrlə vurğulamaq istəyirəm ki, ən yaxşı mənbə həmişə əvvəlki suallara baxmaqdır ki, nə qədər keçmişə getsək də suallar təxmini eyni formatda olacaq. Düzmü anlayıram ki, Elay, burada sən sualın formatına və ya sualın məğzinə baxıb sonra gedib o materialı mı oxuyurdun? O materialı mı öyrənirdin? Yəni sualları işləyirdik. Əvvəlki 1-2 il əvvəlki olan olimpiada suallarını işləyirdik. Ondan sonra müəllimin köməyi ilə müəllim bizə həmin tipli suallar hazırlayırdı, onları işləyirdik. Yəni sadəcə əsas burada məsələ həmin sualları kopya yox, həmin sualların ideyasını tutmaqdır ki, vibe'ını tutmaqdır ki, nə kimi suallar düşür, hansı mövzulardan, hansı tipli nəyi soruşurlar əksəriyyətdə. Odur əsas məsələ. 9-cu sinifdə o qrupla birlikdə ili tamamladın və nəticələr necə oldu? Həmin il 9-cu sinifdə qızıl medal almaq istəyirdim, amma təəssüf ki, olmadı. Gümüş medala layiq görürdüm, sadəcə o qədər. Bəs siz hələ ki seçmələrə girmirdiniz, amma dünya komandası seçmələrindən, yoxsa 9-lar kiçik qalırlar deyə çox? 9-lar bizi yenə də komandaya seçmələrdə iştirak etdirmişdilər, amma bütün onlar 11-lər seçilmişdi. Əla, anladım. 10-cu sinifdə proses necə oldu bəs? 10-cu sinifdə düşündüyüm biraz 9-da qızıl alamamağımdan görə biraz həvəsim ölmüşdü əslində. Amma yenə də dedim ki, ən yaxşı yol nə bildiyimi davam etdirməkdir də. Və elə bu vaxtlarda 9, bəlkə 10-cu siniflərdə mənim fikrimə düşdü ki, mən xaricdə təhsil almaq istəyirəm də. Artıq 9-cu sinifdə medal almaqla garantiləmişdim ki, Azərbaycandakı bəzi dövlət universitetlərində müəyyən fakültələrə imtahansız qəbul ola bilərəm, məsələn, elektronika mühəndisliyi kimi. Amma fikirləşdim ki, mənim həm ingilis dilim yaxşıdır, onun üzərindən getsəm, həm də bu fizika üzərindən sırf bu yönə yüklənsəm, fizikadan yıxa bildiyim qədər medal yıxsam, alsam, ola bilər ki, mən xaricdəki istədiyim universitetlərdə, mühəndislik universitetlərində təhsil ala bilim. Ona görə 10-cu sinifin başından axırına qədər full demək olar ki, fizikaya yükləndim ki, yenə medal ala bilim. Bürünc medal layiq gördüm 10-cu sinifin axırında və elə o tərəflərə 10-cu sinifin artıq bitməsindən başlayaraq SAT-yə hazırlaşmağa başladım. SAT hazırlıq müddəti nə qədər çəkdi və nəticə necə oldu? Eyni şeydə IELTS-la bağlı. SAT-yə RUFA BP təqaüdü olmuşdu. Ona qoşuldum. İmtahan prosesi idi. Yazılı suallar olurdu, şifahi suallar olurdu. Hətta intervyular da olurdu. BP təqaüdünə qəbul olandan sonra təxmini 2 ay müddətində SAT hazırlığına getdim və nəticəsində də keçən ilin avqustunda 1540 bal topladım. 790 bal məhsdən, 750 bal isə verbal bölməsindən. Ondan sonra IELTS hazırlığına başladım yenə RUF-da. Yəni təxmini bu da 4 ay proses çəkdi və əslində əvvəl qısa girmək istəyirdim. Bəlkə 1-2 ay hazırlıqdan sonra, amma istədim ki, maksimum potensialımı əldə edim və maksimum toplaya bildiyim qədər bal toplayım və dekabrın başlarında səhv eləmirəmsə IELTS imtahanına girdim və 8,5 bal topladım. Əla. Və davamında artıq universitet müraciət dönəmi gəldi. Orada mənə maraqlıdır ki, sən hansı tip universitetlərə müraciət etməyə çalışırdın və hansı ixtisasla bağlı artıq qərar vermişdinmi, yoxsa elə qərarsız idinmi? Biraz da istəyərdim ki, universitet, ixtisas, onunla bağlı danışasan. Mən ixtisas olaraq hələ də əslində biraz qərarsızam. Amma mənim fizika yönümdən güclü olduğum üçün mühəndislik universitetlərinə əsas yönüm vermək istədim və bunda da əsas Asiya və Avropa olaraq, xüsusilə də Asiya, çünki onlarda bakalavr təhsili doğrudan da qərb dünyasından, Amerikadan, Avropadan daha qatlarca yaxşı olduğunu düşünürəm. Hətta Avropanın, Amerikanın magistr səviyyəsində bəlkə daha yaxşı olduğunu düşünürəm Asiyadakı universitetlərin bəzilərinin. Mən fizika üzrə bilgim çox olduğuna görə ixtisas olaraq universitetdə fizika olaraq apply etmək istəyirdim.
Məsələn, Edinburgh Universitetinin fizika üzrə apply elədim. Sonra Asiyada əsas olaraq Hong Kong, Seul Dövlət Universiteti və KAIST-ə apply elədim. Yenə bunlar da fizika şeyi üzrə, major üzrə ki, o yöndə məsələn major seçsəm, məsələn nədənsə ki, riyaziyyat, computer science-ı mənim qəbul olma ehtimalım daha böyükdür. Əlavə olaraq son olaraq Türkiyə burslarına apply elədim. Orada siyahın nə idi təxminən? Yadımda qalan qədərilə. Koç, birinci Koç Universiteti, sonra ODTÜ, sonra Hacettepe, Bilkent, Hacettepe'nin yeri ayrı ola bilər. Qalan 6 universiteti isə sadəcə doldurmaq məqsədi ilə doldurmuşdum. Əsas ilk 4-də gözüm var idi ki, xüsusilə Koçla ODTÜ-də onlar qəbul olmaq istəyirdim. Onda hələ gözləyirdi, zərb açıqlanmayıb. Yəqin gedəndən sonra çıxacaq. Yəqin ki. Sonra artıq universitet müraciət dönəmi başladı. Bəli. Universitet müraciət dönəmində əsas məndə əslində nisbətən asan getdi. Çünki essaylər yazmaq lazım idi, recommendation letterlər yazmaq lazım idi. Onları müəllimlərin köməyi ilə yazdıq. Essaylər də nisbətən mən düşünürəm ki, Amerika universitetləri qədər önəm vermirlər Asiya universiteti essaylərə. Ona görə orada xüsusi bir şairanəlik qabiliyyət göstərmək lazım deyil. Sadəcə elə etmək lazımdır ki, məsələn mən öz həyatımı KAIST-də essay yazanda öz həyatımla əlaqələndirdim ki, məsələn mənim fizika həmişə sevdiyim bir fənn olub. Fizika həm də mənim atam da, babam da elektriklə, elektronika ilə məşğul olub. Onlardan əsas ilk olaraq maraqlanmışam, oradan məni keçib. Bunları yazandan sonra bir neçə transkript kimi sadəcə diplom o vaxt hələ verilməmişdi. Sadəcə bir neçə sayda sənədi toplayandan sonra qəbul işi, xüsusilə də Rufun köməyi ilə xeyli asan gedir. Verdik. Hong Kongdan waitlist gəldi. Səncə niyə waitlist gəldi? Bilmirəm, hələ də waitlistdədir. Hələ də rəhəkdə verməyiblər, qəbul verməyiblər. Hətta interview kimi bir şey də oldu Hong Kongda. Verbal və riyaziyyat və məntiq sualları üzrə idi. Onlara cavab verdi. O da məncə yaxşı keçdi. Hələ də waitlistdədir. Edinburghda fizika üzrə vermişdim deyə mənə ixtisas imtahanı verməli oldum. Fizika və riyaziyyat fənni üzrə. Bu imtahanlar da xüsusilə mənim kimi olimpiyadası birinə görə xeyli asan idi. Olimpiyadası olmasam belə də tələb olunan ballar fizikadan 60, riyaziyyatdan 80 bal idi mənim ixtisasım üzrə. Orada imtahanın səviyyəsi ilə bağlı, kontenti ilə bağlı biraz danışardın ki, Edinburghda düşən suallar və ya düşən mövzu başlıqları təxmini olaraq başa düşürəm ki, tam yadında qalmaz, amma nəyi yoxlayırdı tam olaraq? Riyaziyyat sadəcə, məsələn, mən riyaziyyat olimpiyadasına getməmişəm də, sadəcə high school materialını öyrənmişəm, kalkulusa qədər və mənim kimi biri belə rahatlıqla riyaziyyatdan 90 yuxarı yazmışdı. Hətta nəticə mənə göstərmirlər, amma mən inanıram da riyaziyyatdan 100 yazdığıma. Sadəcə high school, orta məktəb materialı idi. Yəni heç bir universitet çətinliyində olan suallar yox idi. Xüsusilə deyə bilərəm ki, törəmə integral kalkulus var idi. O da 11-də keçirlər də. Ondan başqa yadımdadır ki, ikinci sırada ən tez trigonometriya sualları düşmüşdü. Fizikaya gəldikcə isə məncə fizika riyaziyyatdan biraz daha qəliz səviyyədə idi, biraz daha olimpiyada səviyyəsinə yaxın idi də. Amma sadəcə Rifoda medal qazanmamış biri, belə iştirak etmiş, bəlkə hətta yarımfinal qədər yüksəlmiş bir insan belə, ondan tələb olunan 60 bal rahatlıqla toplaya bilərdi. Orada sadəcə yadımdadır ki, bizim olimpiyadada əksəriyyətdə suallar hesablama formatında olur. Nəysə məsələ verir, rəqəmlər verir, hesablayırsan. Son illərdə biraz daha şifahi sualları, daha nəzəri bilgi tələb olunan sualları salıblar imtahanlara görə. Amma burada məsələn deyə bilərəm ki, sualların xeyli bir hissəsi həmin nəzəri tipi suallar idi. Hesablama etmək yerinə sadəcə fizika, saf fizika bilgisini yoxlayırdılar. Anladım.
KAIS-də apply elədin. KAIS-dən nə cavab gəldi? KAIS-dən ilk öncə intervyu gəldi ki, bu tarixdə sizi intervyuya dəvət edirik. İntervyuya hazırlaşma prosesi də elə oldu ki, yəni KAIS-də intervyusuna hazırlaşanda doğrudan KAIS mənim ən çox istədiyim universitet oldu ən başdan. Və o intervyuya hazırlaşanda doğrudan da həyatımın yəqin ki ən çox işlədiyim, study etdiyim 1-2 günü olmuşdu da. Bütün günü kalkulus oxuyurdum ki, demişlər o tərəfdən düşəcək suallar kalkulusla bağlı, biraz məntiqlə bağlı. İntervyuya girdim. 2 sual idi, 7 dəqiqə hərəsi. Biri məntiq riyaziyyat qarışığı idi, biri isə doğrudan da kalkulus tipli sual idi, amma o qədər də kalkulus 2 məsələn tipli yox, Taylor serisi falan filan o qədər getmirdi. Sadəcə klassik törəmə, integral. Yəni mən gözlədiyimdən biraz daha asan düşmüşdü. Bir sualı tam elədim, o bir sualı isə yarımsıq. Ondan sonra məndən şifahi suallar soruşmağa başladılar. Liderlik fəaliyyətimlə bağlı, özümü çətin hala salanda, həmin halda nə etdiyimlə bağlı, necə fikirləşdiyimlə bağlı və beləliklə intervyu bitdi. Ondan sonra isə mart ayında səhv eləmirəmsə, mart ayında səhər saat 5-də deyəsən, bizim saatdan 5-də KAIS-in nəticəsi açıqlandı ki, siz qəbul olunmusunuz, sizi təbrik edirik və doğrudan da həmin an mənim həyatımın ən xoşbəxt anlarından biri idi. Allah. Orada mən istəyirəm ki, KAIS-lə bağlı biraz dipnotu biraz artıraq və davam eləyək. Hamıya 2 sual verilir, yoxsa sənin кейsində 2 sual idi? Məncə bəzilərinə 3-4 sual da verilə bilir, yoxsa 2 sual fiks prosedurdur və əsas məsələ məncə orada məsələni eləyə bilməkdir, düz anlayıramsa. O digər liderlik sualları falan əlavələrdir. Liderlik sualları əlavələrdir, 100%. 2 sualda elə olur ki, 2 dənə sual olur əsas, həmin suallar 1-2 hissəyə bölünür. Alt suallar var. Alt suallar olur. Yəni ilk sualın A bəndi, B bəndi, ikinci sualın A, B, C bəndi. Mən isə əsas orada sualı həll etməyə yox, tam olaraq sualı necə izah edirsən, sualı başa düşürsənmi? Yəni həmin yolu getməyə çalışmağına baxırlar. Sən danışaraq həll edir. Danışaraq. Hətta demişdilər, lövhə kimi bir şey olsun, kamerayı göstərin. Ağ balaca lövhəm var idi, onu qoymuşdum. İngilis dilində sualları yazmışdım elə bir. 14 dəqiqə yazandan sonra vaxt vermişdilər ki, izah etməyə. Markerə gedib lövhədə izah etməyə başlamışdım. Məncə əsas həmin izah prosesidir ki, nə qədər yaxşı izah edə bilmirsən, ingilis dilində izah edə bilmirsənmi? Elə uşaqlar olur ki, unudurlar da, panikləyirlər, izah edə bilmirlər, ya ingilis dilləri o qədər yaxşı deyil deyə öz dillərində danışmaq istəyirlər, amma olmur. Məncə əsas ona baxırlar. Anladım. Allah. Və davamında sən KAIS-də qərar verdin. KAIS-də qərar verdim. Mən istərdim ki, KAIS-də qərar vermə, artıq biraz KAIS barədə, sevgin barədə danışdın, amma istərdim ki, biraz KAIS barədə və KAIS planın barədə biraz daha detallı danışasan ki, niyə məhz KAIS-də və KAIS-də getmək istəyirsən? Əsas səbəblərindən biri odur ki, KAIS özü təqaüd verir. Dövlət təqaüdündən, dövlət proqramıdan yox, KAIS-in özünün verdiyi təqaüddən istifadə etmiş olacam və KAIS-in digər apply etdiyim universitetlərdən və dünyadakı, bəlkə Türkiyə xarici digər universitetlərdən fərqi, əsas fərqi odur ki, Azərbaycan diasporası KAIS-də xeyli genişdir. 30-40 səhv edəmirəmsə, keçən il Azərbaycanlı uşaq KAIS-də təhsil alırdı, magistr, bakalavr üzrə və ona görə də sanki KAIS-də gedəndə başqa ölkəyə getmiş kimi olursan, amma orada sanki mini bir Azərbaycan şəhərliyi var. Ona görə də orada seniorların sizə kömək edə bilir. Nəysə problem olsa, məsələn mənim bu application qəbul prosesindən sonra KAIS-də sənədləri göndərmək, yataqxana, kursların seçilməsində məndən əvvəl getmiş, 1-2 il əvvəl getmiş, ikinci, üçüncü kursda olan uşaqların xeyli köməyi olub. O biri səbəblərindən biri də KAIS-in buydu. Bir səbəb də onu demək istəyirəm ki, KAIS-də major proqramı xeyli bəlkə də sərt deyil də. Əksər universitetlərdə müəyyən majorla qəbul alırsansa, onu bəlkə dəyişə bilərsən bir dəfə, amma o da rahat bir şey deyil. KAIS-də elədir ki, ilk il heç kimin mejoru yoxdur. Hamı freshman kimi gedir.
Artıq ikinci ildə menecerına qərar verə bilərsən və heç verməli deyilsən də. Lap istəsən 4-cü, axırıncı semestrin, 8-ci semestrində menecerına qərar ver. Sadəcə sizin yığdığınız kreditlərə baxırlar ki, məsələn, hər menecerin, hər departamentin müəyyən kredit requirementi var ki, bu dərslər götürməlisən, bu qədər kredit yığmalısan. Əgər o qədər kreditiniz varsa, lap istəsən sonuncu şeydə də semestrdə də menecerinize qərar verə bilərsiniz və sadəcə tək menecer yoxdur KS-də. Məcbur odur ki, ya advanced menecer edəsən, ya bir menecer minor edəsən, ya da double menecer edəsən. O da məncə möhtəşəm bir şeydir ki, mən KS-i məsələn planlayıram, computer science-la hər hansı bir mühəndislik sahəsini double menecer edim ki, doğrudan bunun gələcəkdə dünyaya kömək olacağını inanıram. Çünki mən tək computer science-la çox şey etmək olar. Amma computer science və elektronika mühəndisliyi, mexanika mühəndisliyi, computer science-ın istifadə edərək bu mühəndislik sahələrində olan işləri xeyli inkişaf etdirmək olar. Ona görə bunun da möhtəşəm bir fürsət olduğunu inanıram KS-də. Əla. Bununla bərabər məncə bu tədris ilində sən həm də SAT ilə bağlı teacher assistantship eləmişdin Məltəm xanımla birlikdə, Məltəm xanıma, belə demək mümkünsə. İstəyirəm biraz o təcrübən haqqında danışasan və ümumilikdə məsələn ilk cəhdən 1540 yığmış biri olaraq SAT hazırlaşmaqda olan müəyyən bir 1500 plusa, 1450 plusa, 1500 plusa sıxmağa çalışan tələbələr üçün, şagirdlər üçün bir neçə ideyalar verəsən ki, nələr edə bilərlər, necə edə bilərlər, bu yolu keçmiş biri olaraq nələrə fikir versinlər öncəsində və prosesində. İstəyirəm biraz bu həm təcrübən, həm də SAT ilə bağlı danışasan. Aha. Elə bil mən keçən ilin avqustunda imtahanı verdim. Dekabrından indiyə qədər də SAT verbal teacher assistant kimi işləməyə davam edirəm. Və bu proses doğrudan deyə bilərəm ki, həm universitetlərə qəbulumda məncə böyük rol olub, work experience kimi gedir də. Onu doğrudan da önəm verirlər. Həm də mənim şəxsi olaraq mənəvi dəyərlərimə nə qədər qatqısı olub. Həm iş doğrudan universitet həyatına hazırlaşır ki, sizi məsuliyyətə öyrəşdirir, sizi başqa insanlarla işləməyə öyrəşdirir. Həm də lazım olduqda liderliyi götürüb, məsələn, kursdakı uşaqlara başında dayanmağa, onların işlərini tamamilə düzgün etdiklərinə diqqət etmək. Belə kimi dəyərlər də doğrudan universitet həyatında və sonraki həyatda xeyli kömək edir. SAT-yə hazırlaşanda mənim şəxsən əsas tövsiyəm odur ki, nə qədər tez hazırlaşmağa başlasalar o qədər yaxşıdır. Amma hazırlaşmaq deyəndə onu nəzərdə tutmuram ki, geçsinlər, SAT testlərini işləməyə başlasınlar. Nəzərdə tuturam ki, ingilis dili bazalarını yaxşılaşdırsınlar və buna ingilis dili kitabları məktəbdə tədris olunaq ümumiyyətlə heç daxil deyil. Çünki oradakı olan qrammatik qaydaları düz ola bilər. Amma əksəriyyətdə dəhşət formaldır və həqiqətən də o qədər də çox istifadə olunmur da. Əsas ona görə tövsiyə edirəm ki, mən gənc yaşda, məsələn, sosial media, YouTube, kinolara baxanda ingilis dilində baxmağa başlamışam və bu yəni gənc yaşdan deyəndə 5-ci, 6-cı sinifdən söhbət gedir də. O vaxt heç mənim ağlımda yox idi ki, SAT-yə hazırlaşım. Sadəcə kitab oxuyanda, hər hansı bir serial baxanda deyirdim ki, orijinalında bunu qəbul etmək mənə daha böyük bir həzz verəcək, daha mənim onu anlamamı başa düşməmə kömək edəcək. Ona görə o yol üzərindən gedərkən birdən gördüm ki, 8-ci, 9-cu sinifdə mənim ingilis dili danışıq səviyyəm doğrudan da yüksək bir səviyyədə, rahatlıqla ingilis dilində hər hansı bir mövzuda söhbət qura bilirəm. Və akademik mövzuya gəldiksə isə akademik jurnallar xüsusilə oxumurdum. Lakin əlbəttə ki, xəbər kanallarına baxanda, YouTube-da, internetdə xəbər artikelləri ilə maraqlananda insan əlbəttə ki, gözünə bir şəkildə dəyir elmi sözlər, akademik sözlər, formal mənada, formal formatda yazılmış məktublar. Onlar istər-istəməz mənim beynimə həkk olunmuşdu. Yəni ona görə hər iki həm formal, həm informal sahədə ingilis dili mənim heç özüm bilərəkdən o yolda hazırlaşmayaraq doğrudan da yüksək bir səviyyəyə çatmışdı. Ondan sonra əlbəttə ki, hazırlığa başladıq. Mətnlər, SAT-nin mətnləri
biraz qəliz ola bilər, xüsusilə şeir formatında olan mətnlər. Amma bunu demək istəyirəm ki, əgər yaradıcılığınız biraz olsa, biraz həm sırf necə deyirlər, rəqəmsal sahədə yox, həm də kreativ sahədə biraz bilginiz olsa belə, beyninizin həm sol, həm sağ yarımkürəsi tam işləsə, məncə SAT-nin həm şeir formatında olan kreativ mətnlərdir, həm də məntiqlə və xüsusilə bu məntiq söhbət dərsində önəmli bir söhbətdir. Verbal mətnlərin əksəriyyətində və riyaziyyatın bir hissəsində də məntiq, logical thinking, bir şeydən nəticə çıxartma qabiliyyəti olmalıdır. Critical thinking var. Olmasa, yəni olmaz kimi bir şeydir. İngiliscə səviyyəsi ilə hətta bəlkə eyni səviyyədə olmalıdır ki, sən mətndə oxuduğunu anlayasan, onda millətə çıxır, variantlara uyğun olana baxasan da. O da məndə artıq əvvəldən elə bir 6-cı sinifə hətta qaydırıq. O vaxtlar məntiq olimpiyadasına hazırlaşanda da məntiq üzərində işləyirdim. Yəni bunlar uşaqlarda valideynləri tərəfindən keçmişdə məncə mənbəyi qorunmalı olan şeylərdir. O qədər də gec başladıq. Məsələn 9-cu, 10-cu sinifdə mən ingilis dilinə başlasaydım, mən düşünmürəm bu qədər yaxşı olardım. Verbal ona görə qrammatikası xeyli asandır. Mətnləri isə belə dediyim kimi həll etmək olar. Məhsə gəldiyinizdə isə məhz doğrudan da əgər high school materialını yeni bilirsinizsə, 1 ay, 1-2 ay, 2-3 ay hazırlığa geçsəz ki, sadəcə 1-2 teoriləri, tipləri öyrənəsiniz. 1-2 sual tipi var. Bizim məktəb formatında yoxdur, tədris şeylərində yoxdur. Əksəriyyəti var, sadəcə 1-2 dənəsi. Və orada Desmosdan istifadə etmək lazımdır, qrafik kalkulyatordan. Onun 1-2 tipini öyrənsəniz və 1-2 dənə əlavə sual tipini öyrənsəniz, riyaziyyatdan doğrudan rahatlıqla əgər high school oxumusunuzsa 750, 790, 800 yazmaq olar. Əla. Burada mən istəyirdim ki, biraz da IELTS təcrübən haqqında danışasan ki, IELTS hazırlığın SAT-ni bitirib sonra IELTS-a başladın, yanılmıramsa. Paralel başlamışdın. SAT-nin axırlarına doğru. Və IELTS təcrübəni də istəyirdim ki, ümumiyyətlə high performance nələr elədin? Çünki əvvəldə dedin ki, yuxarı bal üçün bir müddət imtahana girmədin ki, bir dəfəyə daha yaxşı yığasan. Çox yaxşı bir bal yığmısan. İstəyirəm o təcrübən haqqında da və oradakı fikirlər ki, hər komponent üzrə nələrə fikir verə bilərlər, necə daha effektiv ola bilər. O təcrübəni də bölüşəsən ki, indi o yolda olanlar və ya olacaq olan şagirdlər bir neçə ideya bəlkə götürərlər. IELTS-ın əsas onsuz da 4 bölməyə ayrılır. Listening, reading, writing, speaking. Hər bölümümüzdən tövsiyə verməyə çalışacağam. Mənim əsas problemli olduğum bölmə məncə writing bölməsi idi. Ona görə birinci ondan başlayacağam. Writingdə belə bir şey var ki, 2 hissəyə ayrılır, 2 dənə sual verilir. Birində şəkil, qrafik, diaqram və s. xəritə belə bir şey verilir, onu təsvir etməli olursunuz. O birində isə sizə bir sual verilir, o sualla nə qədər razı olub, o sualın cavabını verməyə çalışırsınız və ya bir fikir verir, o fikrin nə qədər razı olub olmadığınızı verməyə çalışırsınız. Belə bir şey var ki, 2 sualda, birincisi qrafik sualında söz limiti 150-dir, 150-dən yuxarı söz yazmaq lazımdır. Digərində isə 250-dir. Amma mən nə qədər edirsəmsə də, o söz limitini sanki dəyişib keçirdim də 300-400 sözlərə qədər çıxardırdım. Əməlli yazırdım və elə etməyə çalışırdım ki, məsələn 250-yə 250-300 söz yazım, 150-yə 150-200 söz yazım, amma mən fikrimi sadəcə o qədər qısa ifadə edə bilmirdim də. Vaxt problemi də o qədər olmurdu. Yəni yazırdım 400-500 söz. Amma bu, yəni demək deyildi ki, mənim vaxtım az qaldı axırda. Yox, rahatlıqla yaza bilirdim bu qədər sözü. Və məndə axırda writingdə 7,5 gəldi. Yəni normal yaxşı bir skor gəldi. Ona görə çox qəşəng skor gəldi. Ona görə tövsiyə edirəm ki, oradakı söz limitinə nə qədər yaxın olsa o qədər yaxşıdır. Amma əgər variantınız ya özünüzü tam ifadə edə bilməmək, ya da söz limitin üstündə xeyli 100-150 söz üstündə yazmaqdırsa, əlbəttə ki, özünüzü ifadə edə bilməməkdənsə yazdıqsa yazın. Mən yadımdadır ki, 250 söz tələb olunurdu. Mən yazmışdım 430 söz səhv eləmirəmsə.
Çünki yəni başqa bir halda özümü anlata bilmirdim. Ona görə writing-də ona önəm vermək lazımdır. Əgər özünüzü ifadə edə bilmirsinizsə. Bəs nə qədər practice edirdin writing-la bağlı? Məsələn, yəni necə practice edirdin, nə qədər practice edirdin? Writing-də düzün deyim, dərslərdən başqa o qədər də practice eləmirdim. Mən writing üzrə biz ilk bölmədə describe etmə bölməsində o qədər də problem yox idi. Çünki ingilis dilində sosial mediada yeni yazışmağa öyrəşmişdim. Oradakı formal formatda yazı olmalıydı. Amma yenə təxmini eyni şeydir. Describe edirsən sadəcə. İkincisi, daha biraz tezis formasında, teori formasında olan hissədə isə dərslər də oradan mənə kömək etdi. Hər dərs müəllimlə bir yerdə müəllim bir dənə sual verirdi. Mən müəyyən qədər vaxt verirdi ki, onu yazın. Onu yoxladırdı. Bir yerdə üstündə səhvlərindən gedirdik və müəllim olmayan vaxtda belə müəllim olmasa belə uşaqlar hər hansı bir məsələn Gemini olsun, DeepSeek olsun belə süni intellekt formaları ilə belə onlara xüsusi promptlar verərək onlara öz esələrini yoxlada bilərlər. Sadəcə mən düzün deyim, o qədər də çalışmamışam, dərsdən arvarıq, biraz tənbəl olmuşam, amma yəni resurslar sonsuzdur da. Elə olsun, xüsusi müəyyən saytlar və hətta esse nümunələri var. Onlara baxıb onlardan esinlənib də yazmaq olar. Ona görə də oradan, əgər əlinizin altında internet varsa ki, bu dövrdə demək olar ki, hamıda var, writing-inizi xeyli inkişaf etdirə bilərsiniz. Okay. Digər bölmələrdən danış biraz da zəhmət olsa. Reading bölməsində mən doğrudan tövsiyə edirəm ki, birincisi SAT-yə hazırlaşsınlar. Sonra IELTS-ə. Çünki SAT-nin reading-inin yanında IELTS-ın reading-i sanki su kimi qalır mətnlər. 3 dənə mətni olur səhv eləmirəmsə, hərfindən 13-14 sual, ümumiyyətlə 40 sual olurdu. Və mən SAT-də 2 mətnləri tam qavramışdım deyə IELTS-dəki olan daha uzun mətnləri də daha yaxşı anlaya bilirdim. Orada məsələn mənim istifadə etdiyim əsas taktika o idi ki, mətnlərin adına baxırdım. Məsələn bir mətn haqqındadır. Məsələn nevrologiya, o biri mətn video oyunları, o biri mətn tarix. Mənə daha yaxın olan mövzudan başlayırdım. Məsələn tarix mövzusundan başladım. Və o vaxtda suallara sırayla getmirdim. Baxırdım məsələn sualda xüsusi spesifik bir şey varmı? Məsələn sualda boşluq qoyur, cümləyi tamamlamalıyıq. Cümlədə məsələn bir dənə Napolyon adı keçir. Məsələn mətndə Napolyon adı keçən hissələrə baxırdım ki, ilk olaraq həmin sualları tamamlayım. Həmin sualları tamamladıqsa belə tamamlayan zaman Napolyon olan hissəyi oxumuş olurdum və digər suallarda bu mənə doğrudan kömək edirdi. Digər suallarda o qədər də vaxt xərcləməli olmurdum. Reading belə idi və yenə dediyim kimi həmişə ingilis dilində oxuduğum üçün ona görə də asan olub. Listening-ə gəldiksə isə listening-in xüsusi bir taktikası olduğunu düşünmürəm. Sadəcə müəyyən podkastlara qulaq asıb, müəyyən ingilis dilində seriallara baxıb, onları mümkün olsa subtitlsız, olmasa da subtitlə də o qədər də problem deyil. Onları qulaq asıb, onları qavramağa çalışmaq lazımdır. Əsas olaraq da fərqli aksentləri, çünki orada olur məsələn İrlandiya aksenti, Şotlandiya aksenti, İngilis aksenti. Onların biraz uşaqlar internet seriallarını tam başa düşməyəndə sözləri bir sözü başqa sözlə səhv sala bilirlər. Əsas odur ki, yəni müəyyən formatlarda, müəyyən mənbələrdən ingilis dilində beyninizə media qəbul etsin. Başqa xüsusi bir şey olduğunu düşünmürəm. Tip speaking. Speaking gəldiksə isə hal-hazırda yenə sosial media dövrüdür. Müəyyən proqramlar var, Instagram, Discord. Mənim orada xarici dostlarım var idi. İngilis olsun, başqa ölkələrdən olsun. Onlarla ingilis dilində əlaqə qururdum. Mənim əsas həm də evdə hətta bacımla da onun da ingilis dili xeyli yaxşıdır. Arada ingilis dilində danışırdıq. Həm onun köməyi olub, həm də dediyim kimi onlayn dostlarımın onlardan da yenə praktik məqsədi danışmırdıq da, sadəcə söhbət edirdik. Söhbət etdikcə həm sən ondan bir şey öyrənirsən, o səndən bir şey öyrənir. Belə getdikcə görürsünüz ki, öz-özünü inkişaf etməyə başlayır. Əsas ona görə speaking-i practice etməkdir və belə bir şey olur həm də. Bu da tam yadımdadır. Mənim speaking-imdə 3 bölmə olur da. İkinci bölmədə soruşulan sual
əvvəlki IELTS-lərin IELTS-lərə düşmüş sual idi. Ona görə əvvəlki IELTS-lərin də düşən suallar məsələn belə bir şey oldu ki, məsələn, noyabr, məsələn, dekabr ayında 50 dənə mövzudan sual düşə bilər. 50 mövzunun hərəsindən 3-4 sual, onlara xeyli hazırlaşmaq lazımdır. Mən hətta müəllimlə də yadımdadır ki, 2 dəfə deyəsən sırf həmin suala hazırlaşmışdıq. Ona görə mənə speakingdə o mövzu xeyli rahat oldu. Sualların sayı xeyli 500-dən 3-4-ə vuranda 150-200 sual xeyli artıq görünsə də, həm də biz məsələn noyabrın suallarıdır bunlar. Mən dekabrda verirəm imtahanı. O sualların hamısı hətta eyni olmaya da bilər, yarısı fərqli olur. Sadəcə məsələn bir yarısı təxmini eyni olur. Yəni bu kimi faktorlara baxmayaraq mən düşünürəm ki, onu sınamağa dəyər ki, o sualları mümkün olduğunca beyninizə yazmaq lazımdır ki, bir ehtimal həmin sual gəldi, rahatlıqsa ikinci bölməyi, speakingin ikinci bölməsini etmək olar ondan. Mən istəyirəm ki, bu nöqtədə sən IELTS-ın alt skorları da deyəsən. 8-5 ümumi balın alt skorlar necə idi? Reading və listening 9, speaking və writing-dən isə 7,5 olmuşdu. Ortalama 8,5 oldu. Əla. Mən istəyirəm ki, burada bizi izləyənlərə maraqlı ola bilər deyə, mənim özümə də maraqlıdır, ona görə sualı soruşum ki, AP-lərə nə yaxşı hazırlaşmadın? AP-lər mənim verdiyim, apply etdiyim heç bir universitet AP tələb etmir xüsusilə. Məsələn, UK-də nə yaxşı listə artırmağa çalışmadın? Asiya maraqlı idi. Asiya maraqlı idi. Hə. Sadəcə Asiya universiteti maraqlı idi. Edinburgh-da bilirsiniz ki, imtahanı var da. Həmin imtahanı verib AP-siz qəbul olmaq olur. AP UK-də, Avropada kömək edir. ABŞ-da AP-nə verənlər xeyli olur. Amma Asiya universitetlərində xüsusilə məsələn Nanyang ya Singapurda AP-nin köməyi olur. NUS deyilsə, xeyli Asiya universitetində AP-siz SAT, IELTS və olimpiada ilə qəbul olmaq rahatdır. Anladım. Sən Türkiyə burslarına da verdiyini demişdin. Müsahibə gəldi sənə? Türkiyə burslarında, birinci sual mərhələsi olmuşdu. Deyəsən 40 riyaziyyat, 10 məntiq sual idi. Onu verdim. Ondan sonra isə bir müsahibə mərhələsi gəldi. Müsahibəyə çağırdılar. Soruşdular. Sadəcə keçmiş olimpiadalar ilə bağlı məlumat soruşdular. Layihələriniz var idimi? Orada hətta nə qədər uşaq var idi. Məsələn, Teknofestdə iştirak etmişdilər. Teknofest layihələrini gətirirdilər və ya müəyyən kitab dizayn eləmişdilər, dizayner kimi onu gətirirdilər. Onların da ümumiyyətlə dəyərləndirirdilər. Keçmişdən suallar verirdilər, olimpiada ilə bağlı, o proses necə keçmişdi, onunla bağlı, biraz ailə background ilə bağlı sual verirdilər. Rahat bir doğrudan müsahibə proqramı idi. KAIS kimi yəni sizə riyaziyyat məntiq sualı yox, daha relax, daha o qədər stresi olmayan bir müsahibə idi. Onsuz da türk dilində həm danışmaq olurdu, həm Azərbaycan, həm ingilis. Bir Azərbaycandadır ki, əksəriyyət türk dilini bilir. İngilis dilində Türkiyə burslarına apply edirsə, xaricə getmək istəyirsə də ingilis dilini inkişaf etdirmək lazımdır. Ona görə doğrudan da onlarla əlaqə qurmaqda rahat olurdu. Mən burada istəyərdim biraz da o 40 sual və 10 sualda barədə danışasan ki, bu məktəb proqramı idimi, yoxsa üstündə idimi, yoxsa çətinlik səviyyəsi? Məsələn, kimsə əgər hədəfi Türkiyə burslarıdırsa, o imtahan necə bir hazırlıq dönəmi keçə bilər və ya necə hazırlaşa bilər? Təxminən fikrin olsun. Bir 50 sualdan onun məntiq yox, sadə məntiq sualları idi. Məsələn, verirdilər müəyyən fiqurları müəyyən rəqəmlərlə uyğunlaşdırmaq lazım idi. Sadəcə 6-7 sinif məntiq dərsləri hətta keçir bəzi məktəblərdə onun kimi rahat idi. Onları tam yazdım. Riyaziyyatın da 40 sualından 38-ini yazdım. Ona görə ki, digər 2 sual matris deyəsən deyirlər. Matris YÖS proqramında var deyəsən. YÖS proqramında var. Mən də YÖS proqramına hazırlaşmadığıma görə onlarda tam olaraq, yəni doğrudan da YÖS proqramından salırlar. O 2 də matris sualını edə bilmədim. Digər suallar mənim biraz da riyaziyyatın marağım olduğuna görə kalkulusun biraz yüksək səviyyələri sualları idi. Onları edə bildim rahatlıqla. Hətta elə suallar var idi ki, riyaziyyat gedirdi, amma biraz da məntiq tələb olunurdu da. Amma düşünürəm ki, əgər high school proqramını tam qavramış bir uşaq Azərbaycanda
2 dənə matrik sualından başqa, 2-3 dənə kalkulus sualından başqa 42, 43, 45 sual yaza bilər və əgər YÖS proqramını tam qavramışdırsa, əlbəttə ki, 50-də 50 yaza bilər. Əla. İndi sən biz artıq çəkilişi yəqin ki, podkastı yayımlayanda sən artıq Koreyada olasan. Mənə biraz da maraqlıdır ki, sənin növbəti 4 illə ya 5 illə bağlı qısa vadəli planların nədir? Yəni nə oxumaq istəyirsən, necə bir yol qət etmək istəyirsən və uzun vadəli akademiya mı düşünürsən, yoxsa iş həyatına mı keçmək istəyirsən? İstəyərdim ki, biraz da o proseslə bağlı, indiki təbii ki, bu düşüncələr zamanla dəyişə bilər, amma indiki anda düşüncələrin necədir və nə planlayırsan, onun barədə danışardın. Hal-hazırda o qədər dəqiq bir fikrim yoxdur, amma KS-ə gedəndən sonra ilk semestr istəyirəm ki, mühəndislik ixtisasları haqqında məlumat əldə edim ki, computer science üzərində major edəcəm, onun yanına double major kimi kuantum mu, yoxsa mechanical mı, yoxsa elektronikal mı, hansı mühəndislik üzrə gedim. Hətta ola bilər ki, deyirlər computer science-dən riyaziyyat yaxşı double major etmək olar. Onun iş opportunity yüksəkdir. Amma mən hələlik iş həyatına atılmağı düşünmürəm. 4 il bakalavr təhsilindən sonra magistr təhsili üzrə fikirləşirəm ya Avropayı, ya da Amerikayı. Artıq Koreyadan qayıtmaq istəyirəm. Magistr bitirəndən sonra isə doktorantura üzrə yəqin ki, hətta fikirləşirəm. Onda haqqında dəqiq əmin deyiləm. Çünki doktorantura biraz uzun ola bilər, gəlir, yorucu ola bilər. Amma 100% magistr üzrə gedib Avropanın hətta biraz necə deyim, daha kayıs gəlir, akademik yönümü daha sərt yox, biraz daha rahat. Almanya olsun, Hollandiya olsun, Belçika olsun, belə daha rahat ölkələrdə, daha biraz mənsə dediyim kimi təhsil proqramı onlarda magistr kayısın bakalavr kimi bir şeydir. Rahatlamaq istəyirəm biraz 4 ilin sonra. Magistrdən sonra isə yəqin ki, doktorantura olacaq. Onu bilmirəm artıq harda etmək olar. Əla. Burada biz 2025-in RFO-sundan danışmadıq. Mənə maraqlıdır ki, əvvəlki illərdə 3 medalım var idi. 2025-də bu 11-ci sinifdə necə oldu? Nəticən nə oldu? Onu da danışardın. 2025-ci ildə getdim, yenə həmişə kimi rayon turunda, yəni final turunda iştirak etdim, finala çıxdım. Lakin final vaxtı dəqiq deyil, nə vaxtda düşür, yadımda deyil. Amma artıq elə bir vaxt idi ki, mənim artıq o medalım mənə bəlkə Türkiyə burslarına nəysə kömək edərdi. Ondan başqa hər hansı bir faydası yox idi. KAIS-də, Edinburgha, digər Asiya universitetlərində hər hansı bir faydası olmazdı. Ona görə finalda iştirak etməmək qərarını verdim ki, həm mənim yerimə doğrudan da ehtiyacı olan bir 9-cu, 10-cu sinif şagirdi bürünc medalı qalib gəlsin 30-cu yerdən də və o həm də belə bir fürsət qazandırır ki, doğrudan da möhtəşəm bir fürsətdir ki, müəyyən ixtisas üzrə Azərbaycanda fizikadan, məsələn, elektronika olsun, imtahansız qəbul ola bilsin də. Məsələn, mənim də əvvəlcə ilk planım oydu. İstəyirdim ki, mənim yerimə başqa bir uşaq da o planlarını davam etdirə bilsin. Əla. Sona doğru toparlasaq, mən istəyərdim ki, müxtəlif kombinasiyalarla bağlı, müxtəlif fənlərlə bağlı bir səndən söhbətləşdik. Mən istəyərdim ki, sən bizi izləyən şagirdlərə və ailələrinə, əgər toparlayası olsaq, bir neçə fikir verəsən ki, xaricə getmək istəyən, bu Asiya universitetləri ola bilər və dünyanın başqa ölkələrində olan universitetlər ola bilər. Hər hansı bir şagird ki, 8, 9, 10 və ya 11-dədir, nələrə fikir versələr yaxşı olar, nələrə mütləq diqqət eləsinlər. İstəyərdim ki, onlara belə deyək də podkastın sonunda bir sürü ideya verməyə çalışdıq. Amma sona doğru da istəyirdim ki, səndən, çünki burada mənə elə gəlir ki, əsas bizim eləməli olduğumuz ikimizin odur ki, potensial elaylara ideyalar verək, fikirlər verək ki, necə ki, əvvəlki şagirdlər müəyyən qədər sizə fikirlər veriblər, ideyalar veriblər. İstəyirəm ki, biraz o təcrübəni bölüşəsən ki, nələr yaxşı olar ki, diqqət eləsinlər. Əlbəttə, mənsə ilk olaraq valideynlərin üzərində düşür. Mənim valideynim əsasən xüsusilə də anamın həmişə xəyalı olub, həmişə dəstəyi olub məndə xaricə getməyə doğru. Ona görə əsas burada yük məncə valideyn üzərindədir ki, uşaqlarını bu yönə doğru həvəsləndirsinlər. Xüsusilə də nə qədər tez olsa o qədər yaxşıdır. İngilis dili üzrə
onları hazırlığa qoymağa hətta gərək yoxdur. Sadəcə evdə ingilis dilində rahat danışıla bilən bir ortam yaratsınlar ki, uşaqlara ingilis dili artıq ana dilləri kimi gəlsin. Ana dil kimi ola bilməz əlbəttə. İkinci dil kimi rahat danışa bilsinlər. Ayrı üzvləri ilə, qardaşları ilə, bacıları ilə. Əsas məncə budur. İngilis dili üzrə doğrudan da diqqət yetirmək lazımdır. Ondan başqa xüsusi bir uşağı sahəyə yönəltmək məncə daha yaxşıdır. Nəinki həm fizika yaxşı bilir, həm kimya yaxşı bilir, həm biologiyayı. Bu Azərbaycanda məsələn 4-cü qrupa verərsək bilirsən yaxşıdır. Amma xaricə getməyə hər hansı bir hər fəndən biraz yaxşı bilmək bəs eləmir. Xüsusilə məndə fizikada olduğu kimi bəzilərində informatika əladır, bəziləri humanitar fənlərdə əladır. Onda məsələn jurnalistikaya, siyasətə o yönümlü gedə bilər. Uşağınızın yaxşı olduğu bir şeyi tapın. Və bu şey elə olsun ki, uşaq ilk başda, məsələn, mən ilk başda fizikayı sevirdim. Ona görə bu üzrə getməyə doğrudan da həvəsləndim. Bu üzrə getməyə özümü adadım. Bir xüsusi bir şey tapsınlar ingilis dilindən başqa. Həmin şey üzərində doğrudan da özlərini inkişaf etdirə bildikləri qədər elətdirsinlər. Məsələn, mənim bir peşmansızlığım deməyim, amma bir mənfi yerdə qalan xüsusiyyətim olub ki, mən beynəlxalq olimpiadalarda iştirak edib medal qazanmamışam. Əgər məsələn mən fizika üzrə daha həvəsli olsaydım, daha yaxşı çalışsaydım, beynəlxalq olimpiadada qazanmaq olardı və uşaq doğrudan da bunu sevirsə, bunun üzərində gedirsə, beynəlxalq olimpiadada nəticə göstərsə, demək olar ki, əksər xarici universitetlərə biraz da ingilis dil biliyinin daxil olmaq mümkündür. Ondan başqa da bir şey demək istəyirəm ki, bir yanına sıxdı. Ondan başqa demək istəyirəm ki, mümkün olduğu qədər mümkün olduğu qədər seniorlarından uşaqlar məlumat alsınlar. Xaricdəki həyatla bağlı nəyə hazırlaşmaq lazımdır. Məsələn, mən KAIS-də, bizim məktəblərin KAIS-də gedənlər olub. 2 il əvvəl, 3 il əvvəl, 4 il əvvəl Sumqayıt məktəbinə KAIS-də qəbul olanlar olub. Məsələn, mənim verdiyim məlumat sadəcə ümumi bir məlumatdır. Amma məsələn, öz məktəblərindən xüsusi bir universitetə qəbul olan bir uşaq varsa, ondan həmin xüsusi universitet haqqında məlumat toplayıb, sırf həmin universitet nələrə baxır, nələrə fikir verir, həmin şey haqqında məlumat toplamaq önəmlidir. Və bir də son olaraq onu demək istəyirəm ki, AP mən vermədim, amma əgər uşaq olimpiyadasıdsa, AP-lər o qədər də nisbətən asandır olimpiyadalara görə. Riyaziyyat məsələn bilirsinizsə, kalkulus rahatlıqla AP edə bilərsiniz. Xüsusilə fizikadan, fizika üzrə 3-4 dənə ayrı AP var. Onların mexanika olsun, nə bilim, elektromaqnetizm falan olsun. AP-ləri xüsusilə də 10-cu sinifdə verməyə çalışdılar, yaxşı olar. Çünki 11-in ildə bir dəfə olur da, 11-in mayı biraz bəzi universitetlərə görə gecə olur. Əgər olimpiyadası uşaqdırsa, xüsusilə mütləq AP versinlər. Əla. Mən sənə podkasta görə təşəkkür edirəm və növbəti təhsil dərəcəndə sənə bol uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti illərdə artıq sənin KAIS-də olan proseslərlə bağlı və növbəti nəticələrin və uğurlarınla bağlı söhbətləşərik. Çox təşəkkürlər. Mən təşəkkür edirəm. Sağ olun.